Diqqət, diqqət! Danışır Xalq Jurnalistikası. Salam, axşamınız xeyir. Space'in efirində son xəbər, studiyada Elvin Basqallıdır. Son 24 saatın ən qaynar xəbəri bir-birinə əbədi düşmən olan İran və İsraildən gəldi. İran İsraili vurdu, İsrail də İranı. Təl-Əvivdə müalicə mərkəzləri yer altına köçürüldü. Hayfada partlayışlar oldu. İsrail də öz növbəsində hərbi hava qüvvələrinə məxsus onlarla döyüş təyyarəsi vasitəsilə İran ərazisində yerləşən strateji müdafiə sistemlərinə hücum etdi. Qafqazda isə əminamanlıqdır. Müstəqillik əldə etdikdən bəri Böyük Ermənistan xülyası ilə aldadılan erməni xalqı sülhə can attığını deyən baş nazir Nikol Paşinyanın partiyasını parlament seçkilərində qalib etdi. Parlament seçkilərinin ilkin nəticələrinin açıqlanmasından sonra Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanın sülhə, regional əməkdaşlığa və qonşu ölkələrlə münasibətlərin normallaşdırılmasına sadiqliyini bir daha təsdiqləyən müraciətlə çıxış etdi. Onun sözlərinə görə Ermənistan hökumətinin Türkiyə və Azərbaycanla bağlı mövqeyi dəyişməz olaraq qalır. Ermənistan xalqı sülh, regional rifah və regional əməkdaşlığa tərəfdardır. Ümid edirəm ki, bu həm Türkiyə, həm də Azərbaycan tərəfindən müsbət qarşılanacaq deyə Nikol Paşinyan bildirib. İstanbulda Azərbaycan və Türkiyənin Xarici İşlər Nazirləri Ceyhun Bayramovla Hakan Fidan arasında görüş keçirilib. Görüş Azərbaycan, Gürcistan və Türkiyənin Xarici İşlər Nazirlərinin üç tərəfli görüşü çərçivəsində baş tutub. Xəbərin sonu yoxdur, son ünvanı var və Space'in son xəbəri. Qaynar xəttimizi xatırlatmaq istəyirəm. 051 583 24 08. Bu veriliş sizindir. Siz çəkin, siz göndərin və siz baxın bu verilişə. Binəqədi rayonu Biləcəri qəsəbəsi 10 may küçəsində yerdən neft çıxması ilə bağlı görüntülər yayılıb. Bu barədə jurnalist Elnurə Abuşova sosial şəbəkə hesabında paylaşım edib. Onun sözlərinə görə sakinlər tərəfindən aidiyyatı qurumlara müraciət olunsa da problem aradan qaldırılmayıb. Videodan da neftə bənzər məhsulun küçə boyu axdığı aydın görünür. Hər halda ruzi bərəkətdir və yəqin ki, sabah məlum olacaq ki, bu qara maye neftdir, yoxsa nədir? İş nədən, heç nədən. Ölüm gözlə qaş arasındadır, hətta daha yaxında. Kiçik bir məsuliyyətsizlik böyük faciələrin açarı olur. Bakı-Sumqayıt yolunda 3 kanalizasiya qapağı yoxdur. Adi səslənə bilər, amma kimsə yıxılıb ölmədən, xəsarət almadan, hansısa maşının təkəri ora düşüb, qəza olmadan çəkisi 5-10 kiloqram olan o qapaqları yerinə qoymaq olmazmı? Qaynar xəttimizə bu videonu göndərən vətəndaşa təşəkkür edirəm və siz də 051 583 24 08 nömrəsinə qaynar xəttə 24 saat ərzində işıqlandırmasını istədiyiniz mövzularla bağlı çəkiliş edib göndərə bilərsiniz. Xəbərlərimiz davam edir. Rusiya-Ukrayna müharibəsində Rusiya Silahlı Qüvvələrinin tərkibində döyüşən, bir müddətli itkin düşən şəxs kimi axtarışda olan Vaqif Qəhrəmanovun nəşi tapılıb. Astara rayonunun Şeyhkaran kənd sakini olan Vaqif Qəhrəmanov ailəli idi və 5 övladı var. Mərhumun nəşinin yaxın günlərdə dəfn olunmaq üçün vətənə gətiriləcəyi gözlənilir. Bakıda dəhşətli ailə faciəsi yaşanıb. Ata və oğlun mənzildən cansız bədənləri tapılıb. Bakı şəhər Nəsimi rayonu 4-cü mikrorayon ərazisində 13 yaşlı Kamran Abiyev və atası Əbülfəz Abiyev ilkin məlumata görə mənzilə qaz sızması nəticəsində boğularaq vəfat edib. Faktla bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, Kamran Abiyev Nəsimi rayon 247 saylı orta məktəbin 7-ci sinif şagirdi olub. Bu yoldan keçən adam, indi görüntüləri sizə təqdim edəcəyik, bir də keçmək istəmir. Qaynar xəttimizə Gəncədən çəkiliş göndərən vətəndaşın gördüyü və göstərdiyi görüntülər qarşısında dili tutulub. Səssiz və şərhsiz görüntülərə baxıb adam məyus olur. Gəncənin Azərbaycan əskəri 43 A küçəsində zibil də var, zibil qabı da. Amma təmizləyən yoxdur. Əgər zibil qablarından zibillər bax belə aşıb daşacaqsa, dəhşətli qoxu, xəstəlik və eybəcərlik ətrafa saçacaqsa, niyə əziyyət çəkib zibil qabı alırdınız?
Qaynar xəttimizə müraciət edən Ağcabədi rayon sakini Namiq Behbudov fərdi təsərrüfatında olan malqarasına iynə vurulmasına baxmayaraq malqarasının dabaq xəstəliyinə düçar olduğunu deyir. Əlaqədar qurumlardan təsərrüfatının xilas olması üçün kömək istəyir. Hansı həkimə zəng eləyirsən, deyir, mənim dabaqdan başım çıxmır və ola bilməz, yalan deyirsən. Mən də ona görə sübut etmək üçün çəkmişəm ki, qoy hamı baxsın ki, yəni Ağcabədi rayonunda hamısı bu işlərdən asıldır. Yəni pis vəziyyətdəyik. Bax, siz də bu vətəndaş, bu fermer kimi işıqlandırılmasını istədiyiniz mövzunu çəkin, göndərin 051 583 2408 nömrəsinə göndərin, biz işıqlandıraq. Güclü yağışlardan sonra Xızıda Altağac Milli Parkına aparan yol keçilməz olub. Böyük çatlar, çökmələr və deformasiyalar yaranıb. Bu günlərdə buradan yolunuz düşürsə, yolunuzu dəyişin. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edir. Paytaxt yollarında qəzaların əksəriyyəti diqqətsizlik və sükan arxasında mobil telefondan istifadə səbəbindən baş verir. Bax, elə bu görüntülərdə olduğu kimi. Deməli, müşahidə kameraları vasitəsilə aydın olub ki, sürücü əlində telefon ola-ola avtomobili idarə edir və bax, bu cür faciə baş verib, faciələr baş verir. Sürücülər də, piyadalar da, hər kəs ehtiyatlı olmalıdır. İyunun 6-sında axşam saatlarında Sabunçu rayonu Heydər Əliyev prospekti Sabunçu körpüsünün qarşısında piyadanın ölümü ilə nəticələnən yol qəzası olub. Hərəkətin intensiv olduğu çox zolaqlı yolu, baxın, keçməyə çalışan piyadanı minik avtomobili vurub və piyadanın həyatını xilas etmək mümkün olmayıb. Dəhşətli görüntülərdir. Odur ki, yollarda xüsusən ehtiyatlı olmalıyıq. Hazırda məktəblərdə TikToka çıxış bloklanıb. Bunu Elm və Təhsil Nazirinin müavini Firudun Qurbanov bildirib. Ümumiyyətlə, məktəblərdə internetə çıxış məhdudlaşıb, terrorizm kimi mövzulara çıxış bloklanıb, ümumilikdə 200-dən çox təhlükəli mövzulara məhdudiyyət tətbiq olunub deyə Nazir müavini qeyd edib. Azərbaycandan Gürcüstana qanunsuz keçmək istəyən Nigeriya vətəndaşı saxlanılıb. Sərhəd qoşunlarının Zaqatala sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilmiş əməliyyat qoşun tədbirləri nəticəsində Azərbaycan Respublikasından Gürcüstan istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən Nigeriya Federativ Respublikası vətəndaşı 31 yaşlı Olabıyı Kazem Adısa saxlanılıb. Fakt üzrə əməliyyat istintaq tədbirləri davam etdirilir. Ötən gün İmişli rayonunda yeniyetmə Araz çayında batıb. 11-ci sinif şagirdi Turan Mirişov naməlum şəraitdə Araz çayının rayonun Rəsullu və Məhəmmədli kəndləri ərazisindən keçən hissəsinə düşüb. Hazırda məktəbinin axtarış xilas etmə tədbirləri davam etdirilir. Yəqin ki, dəm qazı faciələrinin mövsümü yekunlaşdı. İnşallah ki, artıq biz indi də su hövzələrində boğulma hadisələri haqqında xəbər verməliyik sizə. Çox dəhşətli bir hadisədir. Çaylarda, hovuzlarda, dənizdə çimməyə gedərkən ehtiyatlı olmaq lazımdır. Üzməyi bacarırıqmı və hara qədər üzə bilərik? Övladları ilə birgə yoxa çıxan Azərbaycanlı keçmiş gimnast Zeynəb Cavadlının anası Solmaz Cavadlı video müraciət ünvanlayıb. O, ötən gün yaydığı müraciətində Dubay əmirinin qardaşı oğlu Şeyx Səid bin Məktub Əl-Məktubun keçmiş həyat yoldaşı olan qızından və nəvələrindən 5 gündür heç bir məlumat ala bilmədiyini qeyd edir. Mən bir ana kimi çox həyəcanlıyam. Qızım Zeynəbi 5 gündür ki, nə uşaqlarını, nə özünü hara aparıblar, necə aparıblar, heç bir xəbərim yoxdur. Nəvələrimi, uşağımı, qızımı axtarıram. Xəbərin sonu yoxdur, son ünvanı var.
Space televiziyasının son xəbər verilişi və siz son xəbəri izləyirsiniz. Bir son dəqiqə məlumatı əldə etdim. Rejissorumuzdan da xahiş edirəm. Hacıqabul rayonundakı yanğınla bağlı görüntüləri təqdim edək. Hacıqabul rayonu Ağacanlı kəndində açıq ərazidə yanğın olub. Yanğın söndürənlər tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində açıq sahədə baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən söndürülüb. Yanğın nəticəsində 15 hektar sahədə çol-ços yanıb. Ətraf ərazilər, o cümlədən ərazidən keçən kommunikasiya xətləri yanğından mühafizə olunub. Bəs dünyada nə baş verir? Filippinin Mindanao adasının sahillərində 7,8 magnitudalı zəlzələ olub. Yayılmış görüntülərdə infrastruktur obyektlərinə zərər dəyməsi və bir neçə binanın uçması öz əksini tapıb. Zəlzələ nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb. Daha 129 nəfərin xəsarət aldığı bildirilir. Artıq 5-ci ildir ki, Rusiya Ukraynanı, indi də Ukrayna Rusiyanı vurur. Rusiyanın Belqorod vilayətində nəhəng su anbarı partlayıb. Dəhşətli bax belə partlayışlar baş verir Rusiyada son günlər. Belə hadisələrdən biri də bu gün oldu. Su anbarı partladıldı. Qaydaq yerli xəbərlərə. Mən deyərdim ki, əxlaq gözətçisi. Ümumiyyətlə, mənə nə sözünü bir qədər öyrənmək lazımdır. Deməli necə? İçəri şəhərdə geyindiyi gödək şalvara görə gəncə hücum edib təhqir edən şəxs üzr istədi. Paytaxtın mərkəzində qısa şalvara görə bir gənci söyən 60 yaşlı ahılı dinləyək, amma əvvəlcə bir şərh vermək istəyirəm. Maraqlısı budur ki, qısa şalvarı mentalitetimizə uyğun bilməyən həmin ahıl şəxs maraqlıdır ki, qızların, xanımların yanında ağır söyüşlər söyməyi mentalitetimizə necə uyğun bilmişdi? Bilərək söyməmişəm. Bilərəkdən olmayıb. Mən onu başa salmaq istedim ki, yəni ki, belə oturmaq olmaz, belə olmaz. O həmişə mənə deyir, səni tutturacağam, geri işinlə məşğul ol. Mən ona görə əsəbləşdim. Əsəbləşdim bilmədən, ağzımdan o nəlayi söyüşlər çıxdı. Mən onun valideynlərindən, Azərbaycan xalqından bu söyüşümə görə üzr istəyirəm. Son xəbər davam edir. 051-583-2408 qaynar xəttimizdir, WhatsApp nömrəmizdir. İşıqlandırmasını istədiyiniz mövzularla bağlı çəkiliş eləyin, göndərin. Sabah özünüz özünüzə baxacaqsınız. Ucarda yük maşını aşıb. Hadisə Bakı-Qazax magistralının rayonun Alpod kəndindən keçən hissəsində baş verib. Bakı istiqamətində hərəkətdə olan makaronla yüklənmiş DAF markalı yük maşını idarə etmədən çıxaraq aşıb. Çoxsaylı şikayətlərə əsasən problem Bala-Bağman yaşayış massivində müşahidə olunur. Deməli, Gəncədən söhbət gedir. Sakinlər bildirir ki, bir neçə gün əvvəl yol qazılaraq yaşayış evlərindən birinə kanalizasiya xətti çəkilib. Daha sonra yaranan çuxur torpaqla örtülsə də yol əvvəlki vəziyyətinə qaytarılmayıb. Yağan yağışdan sonra həmin hissədə iri çuxur daha da dərinləşib. Bu isə həm sürücülər, həm də piyadalar üçün təhlükə yaradır. Daş deyil, ürəkdir bu. Ürəyimizdən müğayət olmalıyıq. Bəli, son vaxtlar ürək xəstəlikləri və ürəkdən qəfil vəfat etmə xəbərlərinə çox təəssüf ki, tez-tez rast gəlirik. Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti, məşhur turizm mütəxəssisi Ruslan Quliyev vəfat edib. Alınan məlumata görə onun səhhətində qəfil pisləşmə qeydə alınıb və tibbi yardım üçün xəstəxanaya aparılıb. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq 53 yaşlı Ruslan Quliyevin həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, Ruslan Quliyev Azərbaycanda turizm sahəsinin inkişafında fəal iştirakı ilə tanınırdı və uzun illər müxtəlif layihələrə rəhbərlik edib. Toy karvanında yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edən Tofas və Mercedes markalı avtomobillərin sürücüləri Hüseyn Tağzadə və Zamin Mehdiyev saxlanılıblar. Araşdırma zamanı Hüseyn Tağzadənin nəqliyyat vasitəsinin sürücülük hüququ olmadan və sərxoş vəziyyətdə idarə etdiyi müəyyən olunub. Məhkəmənin qərarına əsasən Hüseyn Tağzadə inzibati qaydada həbs olunub, Zamin Mehdiyevin isə sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.
Qulaq gündə bir söz eşitməsə kar olar. Mən bugün bir söz eşitdim, daha doğrusu bir sözü yazılı şəkildə gördüm. Narkobunker. Bəli, Abşeron rayonunun Novxanı qəsəbəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 45 yaşlı Etibar Qurbanov saxlanılıb. Onun yaşadığı ünvana və həyətyanı sayəsində yerin altında hazırladığı gizli bunkerə baxış zamanı kultivasiya yolu ilə yetişdirilmiş. Ümumi çəkisi 11 kiloqramdan artıq olan 209 ədəd çətənək yolu, həmçinin 2 kiloqrama yaxın marihuana aşkarlanaraq götürülüb. Araşdırmalar zamanı müəyyən edilib ki, Etibar Qurbanov bunkerə xüsusi havalandırma, işıqlandırma və isti sistemləri quraşdıraraq çətənə bitkilərinin yetişdirilməsi üçün münbit şərait yaradıb. Faktla bağlı cinayət işi başlanıb. Məhkəmənin qərarı ilə Etibar Qurbanov barəsində həbs qəti imkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir. Ağdamın Mərzili kəndində tapılan məzara baş çəkən Naibə Allahverdiyeva, xalq artisti, sosial şəbəkədə video paylaşıb. Qeyd edək ki, Cahid Hilaloğlu Sovet dövründə milli azadlıq ideyalarını müdafiə edən fəallardan olub. Onun 1957-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 39-cu il dönümündə Azərbaycanın üç rəngli bayrağını Qız Qalasının üzərinə sancdığı və buna görə 10 il müddətinə həbs həyatı yaşadığı bildirilib. Xalq artisti atasının məzarının tapılmasında kömək edən hər kəsə təşəkkürünü bildirib. Və hörmətli tamaşaçılar, son xəbəri yekunlaşdırırıq. Xəbər ziyafətimiz yekunlaşır. Amma bir daha qeyd etmək istərdim ki, xəbərin sonu olmur, son ünvanı olur. Space televiziyasında da xəbərin son ünvanı son xəbərdir. Həftə içi hər gün saat 22:15-də sizinlə həmişəki yerdə, Space-imizdə görüşəcəyik. 051 583 24 08 qaynar xəttimizdir, WhatsApp nömrəmizdir. 24 saat ərzində sizin maraqlandıran, narahat edən məsələlərlə bağlı çəkiliş edib göndərin, biz də çəkək, göstərək. Yenidən sabah görüşərik, vədimizə sadiq olaq.